Həqiqi iman sahibinin də dəyəri bundan ibarətdir ki, o bütün dünyəvi məsələləri məhz ağlını da vəhyə tabe eləyir. Başa düşür ki, mənim üçün ona görə ariflər çox mübarək insandırlar. Ona görə. Çünki nə edirlər? Dünyanın mətasına göz yumurlar. Dünyanın dünyəviliyinə göz yumurlar. Amma halbuki real ləzzət var burada. Dünyada real ləzzət var. Hətta heç mən günah tərəflərini demirəm. Ola bilsin ki, günah yox. Amma insan məsələn daha çox yatardı, lap halal yatmaqdır da. Bu sübhə yatmaq kimi, sübhə yatıb qalmaq kimi yox. Halal yata bilərdi, amma yatmayıb, durub çalışıb, elm öyrənib, durub ibadət eləyib, nə bilim Quran oxuyub və s. Bunlara, yəni daha real ləzzətlərə baxmayaraq ki, onlar müvəqqətidir. Amma ağıl sahibidir deyə bütün cismini, varlığını, ruhunu ağlına tabe eləyir ki, bu müvəqqətidir. Hərçənd canı ilə hiss eləmir, amma müvəqqətidir. O gün də deyirdi, nəfsin istəklərində nə var? Bir sürükləmə var. Amma ağlın istəklərində sürükləmə yoxdur. Ağıl başa düşür ki, bu namaz çox yaxşıdır, bu dindarlıq çox yaxşıdır. Mən yetməm, amma heç bir daxili sürükləmə baş vermir. Əksinə sən əziyyətə salmalısan, etməz. Amma şəhvət qüvvəsi, ehtiras demək istəyirəm, şəhvət qüvvəsi və onun bölmələri ki var. Onların hamısı, eləcə də qəzəb qüvvəsi və onun bölmələri insanı real olaraq sürükləyirlər əmələ. Məsələn, insan acırsa, burada canında bir sürükləmə hiss eləyir. Nə bilim, vəsair və ilə axır. Ona görə də elə bu cəhətdən mömin çox dəyərlidir. Xüsusən irfan məsləkli mömin, arif olan mömin. Çünki doğrudan da daha real ləzzətlərə göz yumub və özünü daha əqlin hesab kitab elədiyi və imana söykəndiyi ləzzətlərə, yəni həqiqi ləzzətlərə, daha kamil ləzzətlərə özünü hazırlayır. Ramazan ayının da elə özəlliklərindən biri budur. Ramazan ayında insan yeməyini, içməyini, ən sadə məsələlər ki, su içmək belə, bir qurtum olsun belə su içməyə icazəsi yoxdur. Bütün bunları da nə üçün eləyir? Ancaq mənəvi təkamül üçün. Allah Müteal da özü Quranda buyurur ki, "La'allakum tattaqun." Mən bunu ona görə eləmişəm ki, sizin üçündür. Nəinki mən sizə əmr eləyirəm ki, mənim Allahlığımın qarşısına gələ az qalasınız. Yox, "La'allakum tattaqun", yəni umulur ki, siz təqvaya çatacaqsınız. Siz böyük əzəmətli məqama çatacaqsınız. Çünki nəfslə mübarizənin nəticəsində məhz insanın o mənəvi cəhəti həmin o parlaya bilər, mənəvi parlaqlıq özünü göstərə bilər və insanlar içində ən şərafətlisi, ən zirəngi hətta qoydum, ən mənfəətpərəsi müsbət mənada. O kəsdir ki, o dünyəvi məsələlərdən daha çox mənəvi məsələlərə özünü vadar eləyir. Dünyəvi mənfəəti olan şeyləri bilir, amma ondan daha artıq mənəvi mənfəəti olan şeylərə daha artıq səy göstərir.